Azərbaycan viza rejiminin ləğv olunması ilə bağlı onlarla ölkə ilə danışıq aparır. Bunu Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov Milli Məclisdə keçirilən Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri mövzusunda ictimai dinləmədə bildirib. Qeyd edib ki, danışıqlar yalnız dost ölkələrlə aparılır. Ölkənin həm daxili, həm xarici siyasət maraqları nəzərə alınır. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev isə bildirib ki, bu ilin yanvarında Azərbaycana səfər edən əcnəbi vətəndaşların sayında ötən illə daha doğrusu müqayisədə 5% artım var. 2025-ci ildə turizm sektorunun iqtisadiyyatda payı tarixdə ilk dəfə 5,3%-ə yüksəlib. Fuad Nağıyev turizm sektorunun qarşılaşdığı çağırışlardan da danışıb. Turizmin sistemli inkişafını təmin etmək üçün əsas prioritet istiqamətləri müəyyən etmiş. Bura hədəf bazarlar üçün vizasız rejiminin tətbiqi, hava nəqliyyatı və sərnişin daşınmada qiymət baxımından rəqabət qabiliyyətinin təmin edilməsi, dayanıqlı turizm inkişaf fondunun yaradılması, əlverişli fiskal və investisiya mühitinin formalaşdırılması daxildir.